Salam dəyərli dostlar, xoş gördük hər birinizi əziz dostlar. Çoxsaylı vətəndaş müraciətini nəzərə alıb, mən Cəlilabad rayonunda yerləşən, hal-hazırda fəaliyyət göstərməyən mal bazarı haqqında təkrar bir yayım vermək istədim. Mən bu məsələ ilə bağlı çox danışmışam dəyərli dostlar və rayon bələdiyyəsi Vahid Mirzəyevlə də telefonla danışmışıq. Məsələnin məhkəmə müstəvisində araşdırıldığını bildirib mənə, müəyyən zaman alındığını bildirib. Nəticə olaraq bugün Cəlilabad rayonunda mal bazarı fəaliyyət göstərmir, dəyərli dostlar. Bir aldığım məlumata görə Alar qəsəbəsində, Alar kəndində Cəlilabadın mal bazarı açılır. O bazar kimə lazımdır? O bazarı açmaqla kim nəyi sübut eləmək istəyir? Qardaş, hal-hazırda Biləsuvar rayonunda var bazar, mal bazarı. Yəni Alar kəndində açılan mal bazarı ilə Biləsuvar rayonunda olan mal bazarının arasında elə də böyük bir məsafə yoxdur, dəyərli dostlar. Bizi buradan təbii ki, narahat edən məsələ vətəndaşların çoxsaylı müraciətində o aydın görünür ki, insanlar artıq əziyyət çəkirlər. İnsanlar əlavə məsrəflərə yol verirlər, əlavə xərcə düşürlər. Məlik Qasımlı kəndindən, Ləkin kəndindən, Buravar kəndindən, digər ucqar kəndlərdən adamlar gələ bilmirlər Avar kəndinə. Budur insanları narahat edən hörmətli Cəlilabad rayonundan məhsul olan şəxslər. Xüsusən mən buradan Kərəm Həsənova müraciət edirəm. Hörmətli Kərəm Həsənov, sizsiz bugün Cəlilabad rayonunun ən yüksək vəzifəli şəxsi, vətəndaşı, Cənab Prezidentin köməkçisisiz. Bu məsələlərə öz münasibətinizi bildirin. Cəlilabad rayon icra hakimiyyətinin başçısından tık yoxdur. Yoxdur. 50 dəfə buradan demişik. Yazıblar vətəndaşlar. Bu günləri hazırki mal bazarının təyinatı ilə bağlı müzakirələr gedir. Bəs necə bu günləri məsələ qaldırılır ki, hazırki mal bazarının yerinin təyinatı dəyişdirilsin? Necə təyinat dəyişdirilməlidir ki, Cəlilabad rayonunun Həzi Aslanov küçəsində yaşayan insanlara məxsus olan örüş sahəsinin, yəni el dili ilə desək, Petrovka sakinlərinə məxsus olan örüş sahəsində necə açıla bilir bazar? Orada bazar necə ola bilir? O yerin təyinatı necə dəyişdirilə bilir? Yəni bu məsələlər bugün gündəm olmamalıdır. Nə olur olsun, nə baş verir versin, bütün vəclə çalışmaq lazımdır ki, insanların problemləri həll olsun. Cəlilabad rayonunda digər rayonlar kimi kəndlərdə insanların məşğuliyyəti iki sahədir. Əkinçilik, maldarlıq. Bugün maldarlıqla məşğul olan, heyvan saxlayan insanların çox ciddi bir problemi var. Bazarın bağlanması vətəndaşlara ciddi narahatçılıq yaratır. Zaten insanların maddi durumu, rifahı yaxşı deyil. Bir yandan da biz bir problem yaradaq. Bazarın açılması üçün min bir bəhanə yaratmaq lazım deyil. Şərt o deyil, əvvəlki sahibkar işləsin, digər sahibkar. Yəni, burada hər hansısa bir investor varsa, bu sahəyə vəsait qoya biləcək bir insan varsa, qoysun vəsaiti, bu bazar fəaliyyətə başlasın. Sonra yavaş-yavaş həmən sahibkarla anlaşarlar, razılaşarlar. Yəni, bütün məsələlərin sonu, cavabı Cəlilabad rayonunda fəaliyyət vaxtı ilə fəaliyyət göstərən mal bazarının fəaliyyət göstərməsidir. Bu, ümumi Cəlilabadlılar narahat edən problemdir. Mən ümidvaram ki, bu problem də həllini tapacaq. Hər dəfə bundan danışmağın nə mənası var? Təkrar mən burada müraciət edirəm. Hər üç Cəlilabad rayonundan təmsil olunan hörmətli deputat dostlarımızın dairəsində vətəndaşları narahat edən problemdir. Eyni zamanda Cəlilabad rayon icra hakimiyyətinin başçısı bu məsələdə narahat olmalıdır. Yəni, Cəlilabad rayonunda fəaliyyət göstərən mal bazarının təkrar fəaliyyətə başlaması üçün istər deputat dostlarımız, istər rayon icra hakimiyyətinin başçısı və əsas da hörmətli Kərəm Həsənov əlini qoymalıdır daşın altına. Bu məsələnin həllindən ötəri əllərindən gələni eləməlidir. Təkrar qeyd edirəm. Cəlilabad rayonunda mal bazarının bugün fəaliyyət göstərməməsi ümumi Cəlilabadlıları narahat edən məsələdir. Kənd təsərrüfatı ilə məşğul olan insanları narahat edən məsələdir. Heyvandarlıqla məşğul olan insanları narahat edən məsələdir. Yəni, bunun başqa adı nədir? Siz deyin, mən elə danışım. Mənə yüzlərlə vətəndaşlar yazırlar, zəng eləyirlər.
Bu gün şəxsən bir 50-yə yaxın insan mənə zəng eləyib. Sərhədabad kəndindən, Bayxanlı kəndindən, Ləkindən, Pərdidən. Qardaş, olmaz. Mən ümidvaram ki, bu məsələ öz həllini tapacaq. Dəyərli dostlar, mənə yazdınız, mənə müraciət elədiniz. Mən də bir jurnalist olaraq, bir Cəlilabadlı olaraq buradan da adəti üzrə müraciət elədim. Bu məsələ ilə bağlı mən hesab edirəm ki, cənab prezidentə müraciət eləmək lazım deyil. Adəti üzrə müraciət elədim. Təkrar qeyd edirəm, Kərəm Həsənova da müraciət elədim, deputatlara da müraciət elədim. Xüsusən də Cəlilabad rayon icra hakimiyyətinin başçısı hörmətli Rafiq Cəllova. Bu məsələni həll edin və bizim Cəlilabadlılarımızı əziyyətdən qurtarın, dəyərli dostlar. Biləsuvala getməsinlər, Masallıya getməsinlər, Lənkərana getməsinlər. Öz rayonumuzda var da bu bazar. Qoy digər rayonlardan bizim rayonumuza gəlsinlər. Bizim rayonumuza fayda versinlər. Niyə hər bir məsələdən ötəri biz qonşu rayonlara getməliyik? Belə, dəyərli dostlar, daha bir canlı yayının sonuna gəldik. Yayınımızı bəyənin, paylaşın. Kanalımıza abunə olun, sağ olun, sağlıqla qalın.